Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bu gün sizlər üçün ət yeməklərinin yanına yaraşacaq olduqca ləzzətli qışlıq pomidor salatının hazırlama qaydasını paylaşacağım. Əvvəlcə pomidorları yaxşıca yuyuram. Qazanın içərisinə tökürəm. Üzərini örtəcək qədər qaynar su əlavə edib biraz gözlədirəm ki, qabığı soya bilim. Daha sonra isə pomidorların qabığını soyuram. Pomidorların qabığını soyduqdan sonra tən yarıya bölürəm, təmizləyib doğrayıram. Pomidorları ayrıca bir qazanın içərisinə yığıram. Mən 3 kiloqram pomidordan istifadə etdim. 3 kiloqram pomidor üçün 3 ədəd böyük ölçülü qırmızı biber və 4 ədəd yaşıl biberdən istifadə edirəm. Biberləri gördüyünüz bu qayda ilə xırda-xırda doğrayıram. Ərzaqların miqdarını yenə də videonun alt bölümündə qeyd edəcəm. Biberləri də pomidorların üzərinə töküb qarışdırıram. Daha sonra isə qazanın qapağını örtüb vam odda bişməyə qoyuram. Kənarda bir baş sarımsağın qabığını soyub əzirəm. Pomidorlar qaynağa düşəndə ara-sıra qarışdırıram və üzərinə biraz duz əlavə edirəm. Pomidorlar tam yaxşı bişənə qədər qaynadılır. Daha sonra isə əzdiyim sarımsaqları da pomidorların üzərinə əlavə edib 15 dəqiqədə qaynadıram. Bütün ərzaqlar tam yaxşı bişdikdən sonra qazanı ocağın üzərindən götürürəm. Hazır olan salatı qaynar-qaynar bankaların içərisinə yığıram. Bankaları əvvəlcədən yuyub qurutmaq lazımdır. Əziz xanımlar, olduqca dadlı, ləzzətli salat alınır. Siz də hazırlasaz, inanın çox bəyənəcəksiniz. Əgər siz də mənim reseptimi, kanalımı bəyəndinizsə, videonu yaxınlarınızla bölüşməyi və mənə dəstək olmağı unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun. Sağ olun, görüşərik.